Hello everyone, salam hər kəsə. Bugünkü dərsimiz yeni 6-cı sinif dərsliyindəndir. Unit 2, Lesson, Language in Context. Exercise 1, tapşırıq 1. Look at the examples below. Aşağıdakı nümunələrə baxın. Copy the table in your notebook and complete a sentence from the online article. Cədvəli dəftərinizdə qeyd edin və online məqalədən cümlələri tamamlayın. Və bizim dərsimiz can mövzusudur. Uşaqlar, can bildiyiniz kimi modal fiildir. Mənası bilmək, bacarmaq deməkdir. Nəqli cümlədə I can hang out with my friends. Dostlarımla gəzintiyə gedə bilərəm. İnkarında cannot, yəni qısa formatı can'dən istifadə edirik. Students can take food to school. Şagirdlər məktəbə yemək apara bilməzlər. Sualda isə can cümlənin önünə keçir. Yəni I can isə olacaq can I. Can I drink juice at lunchtime? Nahar zamanı meyvə şirəsi içə bilərəm. Qısa cavab olaraq yes, I can. İnkarında no, I can't istifadə edirik. Bəli, edə bilərəm. Eyni zamanda xeyr, edə bilmərəm kimi cavablandırırıq. Digər boşluqda isə sual düzəldəndə bayaq da qeyd etmişdim. Can cümlənin əvvəlinə keçir. Can you take food to school? Sən məktəbə yemək apara bilərsən. Yes, you can, bəli edə bilərsən. No, you can't, edə bilməzsən kimi qısa cavabları yerləşdiririk. Exercise 2, tapşırıq 2. Complete a sentence in your notebook. Dəftərinizdə cümlələri tamamlayın. Use the correct form of can and the verbs in brackets. Mötərizə içərisində olan fiilləri eyni zamanda can'i doğru formada istifadə edin. Mötərizə içərisində bizə fiillər verilir. Yadınıza saxlayın, modal fiildən sonra gələn hər hansı bir fiil şəxsə zamana görə dəyişməz. Yəni, biz fiilə nə s artıra bilirik, nə də keçmişə, gələcəyə çevirə bilirik. Biz sadəcə can-lə işləyirik. Can qabağına çıx işarəsi varsa inkarında yazırıq, üstəgəl işarəsi varsa nəqli cümlədir, yəni təsdiqdə yazırıq. Bir bizə nümunə olaraq verilib. At Günay School, students can't listen to music during the lesson. Günay məktəbində dərs zamanı şagirdlər musiqi dinləyə bilməzlər. Burada inkar yazıblar, çünki qarşısında çıx işarəsi qoyulmuşdur. Daha sonra 2-yə baxırıq. Bizə burada üstəgəl qoyublar, yəni nəqlidə istifadə edəcəyik. Can daha sonra play sözünü yerləşdirəcəyik. After school, I can play video games before I do my homework. Məktəbdən sonra dərsimi etməzdən əvvəl mən video oyunlar oynaya bilərəm. 3-də qarşısına çıx qoyulub, yəni inkarda yazacağıq. Məlahət can't eat in the classroom at her school. Məlahət öz məktəbində dərs zamanı, yəni sinifində yemək yeyə bilməz. Bu zaman inkarda cannot eat və ya da can't eat yaza bilərsiniz. 4-də baxırıq. My classmates and I can't have breakfast at school. Üstəgəl olduğuna görə nəqli olur. Yəni, mənim sinif yoldaşlarım və mən məktəbdə səhər yeməyi yeyə bilərik. 5-də, burada da üstəgəldir, yəni nəqlidə yazacağıq təsdiqdə. Student can have dinner at school in South Korea. Cənubi Koreyada şagirdlər naharını məktəbdə edirlər. Yəni, edə bilərlər. Son olaraq 6-cı cümləmizdə çıx qoyulub, yəni inkarda yazacağıq. Elçin can't eat fish. Elçin balıq yeyə bilməz. He is allergic to it. Ona allergiya verir. Sağ tədrisi rahat olması üçün qeyd etmişəm qısa formada. Siz yenə də qarşısına baxaraq da yaza bilərsiniz. 3-cü tapşırığa baxırıq. Write questions about what you can do at home in your notebook. Evdə nələr edə bilərsənsə, suallara cavab olaraq qeyd edirsiniz. Use can and the phrase in the bracket. Mötərizə içərisində ifadələrdən eyni zamanda can-lə istifadə edirik. Bizə verilən ifadələr go to bed daha doğrusu after 10 p.m. on weekdays. Həftə içi, yəni weekdays həftə içi də, weekend həftə sonunda. Həftə içi axşam ondan sonra yatağa getmək. İndi biz bunu sual formasına çevirəndə olacaq. Can you go to bed after 10 p.m. on weekdays? Həftə içi sən ondan sonra yatağa gedə bilərsən. Bu formada sağ tədrisə qeyd etmişəm rahat olması üçün. Digər cümləmiz can you eat chocolate every day? Hər gün şokolad yeyə bilərsən. 3-cü cümləmiz can you have dinner in your bedroom? Sən yataq otağında axşam yeməyi yeyə bilərsən. 4-də can you play video games in the evenings? Axşamlar video oyunlar oynaya bilərsən. Sual formasıdır uşaqlar. Bizə verilənə sadəcə can-dən istifadə edərək sual qururuq.
5-də can you use your mobile phone during the meals? Yemək zamanı mobil telefondan istifadə edə bilərsən. 6. Son olaraq can you do homework on your bed? Çarpayının üzərində ev tapşırığını edə bilərsən. Bu sadəcə sənin evdə olan fəaliyyətinə edə bilməyəcəyini, bəzən də evdə elə bir qayda qanun olur ki, valideynlər icazə verir. Use it, istifadə et. Exercise 4, tapşırıq 4. Work in pairs, cütlərlə işləyin. Ask and answer the question in exercise 3. Tapşırıq 3-dəki kimi suallar verib cavablandırın. Can you go to bed after 10 p.m. on weekdays? Yes, I can. Həftə içi sən axşam 10-dan sonra yatağa gedə bilərsən? Bəli deyə cavablandırır. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.